Salam hörmətli izləyicilər, 6-cı siniflər. Bu gün yenə iş dəftərinə 2 səhifənin izahını vermək istəyirəm. Bu dil qaydalarına aiddir, həm də summativə köməkdir. İkinci bölmənin son dil qaydaları ümumiləşdirici təkrarı sizə izah etmək istəyirəm. Sözlərin tərkibindən təkrarına yaranan mürəkkəb sözlərin mövzusu. Birinci çalışmaya baxaq, A çalışma. Sözləri cədvəl üzrə qruplaşdır. Biz burada cədvəl görürük, bir də sözləri. Bu sözləri cədvələ uyğun yazmalıyıq. Əlağa. Əlağa sözü müxtəlif mənalı sözlərin birləşməsindən yaranır. Baxın, elə üstündən yazıram ki, burada yazılan səliqəsi olur. 1. Əlağa 1. Yerləşəni bura yazın. Sonra dost tanış. Dost tanış isə yaxın mənalı sözlərin birləşməsindən əmələ gəlir. Dost, tanış. Üçüncü, balaca boy. Balaca boy yenə də nədir? Müxtəlif mənalı sözlərin birləşməsi. 1 yazıram üstünə. Kino studiya, bu da müxtəlif mənalı sözlərin birləşməsi. 1 yazıram. Qohum qardaş. Qohum qardaş da yenə yaxın mənalı sözlərin birləşməsinə əmələ gəlir. Üstünə 3 yazıram. Baxın, 3-cü xanaya uyğundur. Sonra şimal-qərb. Şimal-qərb isə uyğundur hiponimlərə. Qütblər deməkdir. Ona görə bunun üzərinə yazıram 4. Sonra qarma-qarışıq. Qarma-qarışıq sonuncudur. Baxın, buraya yazıram. Qarma-qarışıq. Bu söz tərəflərindən biri ayrıqda işlənə bilməyən və ya hər ikisi ayrıqda işlənə bilməyən sözlərin birləşməsinə əmələ gəlir. Burada görürük, qarışıq sözü işlənsə də qarma sözü ayrıqda işlənə bilmir. Sonra adət-ənənə. Adət-ənənə sözü də yaxın mənalı sözlərin birləşməsinə əmələ gəlir. Üstünə yazaq 3. Gec-tez. Bu isə antonim sözlər. Əks mənalı. Gec, buraya yazıram. Tez. Əks mənalı sözlərin birləşməsinə əmələ gəlir. Dilucu isə yenə müxtəlif mənalı sözlərin birləşməsinə əmələ gəlir. 1. Kafe, restoran sözü isə yenə hiponimlərə aiddir. Bunun üzərinə yazıram 4. Alt üst. Bu da yenə əks mənalı sözlərin birləşməsindən 2 yazıram. Duz çörək. Duz çörək sözü də yenə ərzaq mənasında deyək, hiponimlərə aiddir. Bunun da üzərinə 4 yazıram. Sonra dil dodaq. Bu da yenə insan bədən üzvü kimi. Bu da hiponimlərə aiddir. 4 yazıram. Və əzik üzük isə sonuncu sözlərə aiddir. Yəni, tərəflərindən biri ayrıqda işlənə bilməyən sözlərə aiddir. Yəni, neçənci olur? 5. Əzik üzük isə 5-ci xanaya aid. Yəqin ki, bu tapşırıq sizə tamamilə aydın oldu. Keçək B çalışmasına. B çalışmasında deyilir. Sözlər düzgün yazılışını müəyyən et, nümunəyə uyğun olaraq göstər. Və görürük, burada basa-bas düzgün yazılıb, işarələnib. Gəl ha gəl, bu da düzgündür. Qaça qaç isə defisdən yox, bitişik yazılmalı. Bu yanlışdır. Gəla gəl sözü yoxdur dilimizdə. Bu yanlışdır. Qaça qaç sözü isə var. Bu doğrudur. Get ha get var. Qova qov yox. Qov ha qov. Bu yanlışdır. Vur ha vur var. Bu doğrudur. Sonra qov ha qov var. Bu doğrudur. Vur ha vur yoxdur. Vur ha vur var. Burada bizdən soruşurdu ki, düzgün yazılışı müəyyəni. Düzgün yazılışını bir-bir dedik. Yenə deyirəm. Qaça qaç bitişik yazılır. Gəla gəl yox. Gəl ha gəl. Qova qov yox. Qov ha qov və vur ha vur olmalıydı. Keçək bu səhifənin sonuncu çalışmasına. Cümlələri oxu. Altına xətt çəkilmiş uyğun sözlər arasında defis qoy. Bu tapşırıq qaydaların içərisində də var idi. Kitabda qaydalarda keçmişdi. Sonradan sonraya bu xəbərin uydurma olduğu ortaya çıxdı. Bəzi sözlər var ki, eyni sözün təkrarına yaranan belə sözlərdə defis yazılır, bir suala cavab verir. Amma bəzi sözlər isə defislə yazılır və ayrı-ayrı suala cavab verir. Nə zaman bu xəbər uydurma olduğu ortaya çıxdı? Burada defis olmalı. Yəni, orada göstərmək biraz səliqəli olmur. Ona görə altdan yazıram. Bir də defis olmalı. İkinci. Meymunlar ağacdan ağaca tullandıqca məni qorxu bürüyürdü. Nədən, haradan haraya? Burada hərəsinə ayrıca sual veririk. Burada defisdən istifadə olunmur. Deməli, 2-də defisdən istifadə olunmur. 2-nin üstünə belə xətt çəkirəm. 3. Solmuş güllər birdən-birə canlandı. Necə canlandı? Birdən-birə. Burada defis olmalıdır. 3. Sonra 4. Xəstənin vəziyyəti gündən-günə yaxşılaşır. Burada da defis olmalıdır. 4. Gözüm gözünüzdən uzaq olsa da könüldən könülə yollar görünür. Nədən nəyə? Könüldən könülə. Burada defis işarəsinə istifadə olunmur. Ayrı-ayrı sözlərdir. Və sonuncu 6. Dünya bazarında ildən ilə neftin qiyməti bahalaşır. Burada da defis qoyulur. Keçək indi ümumiləşdirici tapşırıqlara. Ümumiləşdirici tapşırıqlar da maraqlıdır və buna uyğun da summativ işləməlisiniz. Burada yazılıb ba, bə, ha hissəciklərinin köməyi ilə mürəkkəb sözlər düzəldib yaz. Mürəkkəb sözlərin sualını və aid olduğunu nitq hissəsi müəyyən edib yaz. Və burada görünür ki, birinci nümunədə yazıblar. Addım ba addım, sualı necə, nitq hissəsi zərf. Üz və yan sözləri isə biz düzəldirik. Necə olacaqdır uşaqlar? Üz bə üz, üz bə üz. Və olacaq yan ba yan. Və həmin sözlər eyni addım ba addım kimi, baxın, buna uyğundur. Yəni, necə sualına cavab verin, nitq hissəsi kimi zərfdir. Keçək ikinci hissəyə.
Cürbəcür, növbənöv, rəngbərəng olmalıdır. Yazmıram, amma təkrar edirəm. Cürbəcür, növbənöv, rəngbərəng. Sualı necə? Sualını burada yazıram. Necə? Və nitq hissəsi kimi yanına bir söz qoyuruq. Bax, bir dənə burada söz yazıram. Növbənöv, şəkillər. Zərflər adətən uşaqlar feil aid olur, hərəkət aid olur. Amma bu ism aid olursa, deməli bu sifətdir. Növbənöv şəkillər, necə şəkillər? Növbənöv. Bu söz oldu sifət. Eyni zamanda rəngbərəng və cürbəcür sözlər də sifətdir. Çünki cürbəcür şəkillər, növbənöv şəkillər. Ona görə bu sözlər üçü də necə sualına cavab verir və nitq hissəsi kimi olur sifət. Keçək digər hissəyə. Qov ha qov, get ha get, qaça qaç. Bu sözlər isə nə sualına cavab verir, nə və nitq hissəsi kimi olur isim. Və sonuncu sözlər saat ba saat, gün bə gün, il bə il sözləridir. Bu sözlər isə nə vaxt sualına cavab verir və nə vaxt sualda yalnız bir nitq hissəsinin sualıdır. O da hansıdır? Zərfdir. Sonuncu sözlər oldu uşaqlar zərf. Yəqin bu çalışma sizə tamamilə aydın oldu. İndi bura təmizləyək, keçək digər ikinci çalışmaya. Hansı mürəkkəb sözlərin yazılışı yanlışdır? Bu qaydanı da keçmisiniz. Birinci xanaya baxsaq görürük ağa sözü var. Qarşısında da yanlış yazılıb. Çünki bir dənə təkrar eləyək. Ağa, xan, bəy, xanım kimi sözlər əgər adın əvvəlində gəlirsə böyük, adın sonrasında və ya ortasında və ya sonda gələrsə kiçik yazılır. İndi burada biz görürük ki, ağa sözü ortada gəlib, amma böyük yazılır. Deməli yanlışdır. İkincisi, Hacı Zeynalabdin Tağıyev. Bu doğrudur. Seyid Əzim Şirvani doğrudur. Möminə xatun. Bax, xatun sözü də xanım sözü kimi əgər ikinci yerdə gəlibsə, demək kiçik yazılmalıdır. Bu yanlışdır. Xatun necə yazılmalı? Kiçik. Füzuli meydanı. Əgər meydan sözü, küçə sözü varsa, bu kiçik yazılır. Bu yanlışdır. Şərqi Anadolu, şərqi, yuxarı, aşağı və s. kimi sözlər əgər mürəkkəb adın əvvəlindədirsə, məsələn, bir dənə nümunə deyək. Salahlı kəndi var, tutaq ki, Salahlı. Bu Salahlı kəndinə aid olan yuxarı sözü də böyük yazılmalıdır. Baxın, əvvəlində gəlir və böyük yazılmalıdır. Şərqi Anadoluda həmçinin. Şərqi sözü burada böyük yazılmalıdır. Bu da yanlışdır. Mərmərə dənizi bu doğrudur. Və Kiçik Asiya yarımadası bu eyni ilə yuxarıdakı söz kimi, Salahlı yuxarı Salahlı kimi, Kiçik Asiyada da Asiya sözünə əvvəlində kiçik söz gəldiyi üçün böyük yazılmalıydı. Bu da yanlışdır. Kiçik sözü necə yazılmalıydı? Böyük hərflə yazılmalıydı. Bu da yəqin sizə aydın oldu. Keçək dördüncü tapşırığa. Üçüncü tapşırığı daha doğrusu verilmiş hissəcikləri sözlərə əlavə et və yaz. Baxaq birincisinə. Zo mağaza. Biçik yazılmalıdır. Baxın, zo mağaza. Və ikinci sözdə həmçinin biçik yazılmalıdır. Zo park. İkinci əks. Əks sözünü keçmişdik. Əks necə yazılmalıydı? Əks inqilab defislə. Və əks əlaqə. Üçüncü avto. Avto sözü də necə yazılmalıdır? Biçik yazılmalıdır uşaqlar. Avto salon məsələn. Avto vağzalda necə yazılmalıdır? Biçik yazılmalıdır. Web sözü isə uşaqlar defislə yazılır. Məsəl üçün birisini yazıram. Web səhifə. Bu da defislə yazılır. Yadınıza saxlayın bir daha. Zo olanda biçik yazılır. Əks defislə yazılır. Avto biçik, web defislə. Bu qayda da sizə yəqin aydın oldu. Keçək dördüncü çalışmaya. Sıranı tamamla və hiponimlə aid olduğu hiperonimi yaz. İndi hiperonimi və hiponimlər biz yadımıza salaq. Hiperonimlər daha ümumi, daha geniş anlayışdır. Amma hiponimlə ona daxil olan konkret sözlər idi. Məsələn, biz deyirdik ki, meyvə hiperonimdir. Hiperonim. Buna aid olan isə, tutaq ki, nar nə adlanırdı? Hiponim. İndi bizdə əvvəl yazılan hiponimlər düşbərə, makaron, xəngəl. Biz buna deyə bilərik ki, un xörəkləri. Və undan yaranmış xörəklər, un məmulatları, un xörəklər. Sonra ikincisi sürücü, neftçi, bənna nə olar? Peşə, sənət. Bunların ümumi sözüdür, yəni hiperonimidir. Yağış, külək və göy qurşağı olacaq təbiət hadisəsi. Bir də təkrar edirəm, burada bəlkə yaxşı görünmür sözlər. Düşbərə, makaron, xəngəl, un xörəkləri, sürücü, neftçi, bəna sözünün hiperonimi peşə və yaxud sənət, yağış, külək, göy qurşağı isə təbiət hadisəsi onun hiperonimidir. Və keçək sonuncu çalışmaya. Sonuncu çalışmada deyilir, cümlələrdə səhv yazılmış sözləri qarşısında düzgün yaz. Birinci aviakassa. Aviakassa sözü biçik yazılır. Baxın. Aviakassa. Burada yaxşı görünmür, amma hər bir halda bilin ki, avia sözü necə oldu? Biçik.
Bugün klubda X çempionla görüşdük. X sözü varsa uşaqlar bu da defisine yazılır. Necə ki bayaq burada X sözünü defisine yazdıq, bu da defisine yazılır. Üçüncü, antihumanist. Antihumanist sözü isə bitişik yazılır. Antihumanist. Və sonuncu cümlə bu işləri həyata keçirən qeyri-peşəkar olub. Qeyri sözü də adətən sözdən necə yazılır? Defislə yazılır. Bu da oldu sonuncu tapşırıq. Yəqin ki, bu tapşırıqlar sizə uşaqlar tamamilə aydın oldu. Siz də təkrarlayın dərslərinizi, bu iş dəftərlərinizi yazın səliqə ilə və əgər video sizə yararlı oldusa, abunə olmağı, bəyənməyi və paylaşmağı unutmayın. Sağ olun.